Son illər paytaxt Bakı yaşıllığı, fərqli ağac və çiçəklərin gözəlliyi ilə göz oxşuyur desək, yəqin ki, yanılmarıq. Çünki ildən ilə şəhər ərazisində müxtəlif yerli və əcnəbi ağac və gül sortları ilə dolu yeni salınır. Yaşıl ərazilər genişləndirilir. Bu isə həm paytaxtın görünüşünə gözəllik qatır, həm də sakinlərin rahatlığını təmin edir. Amma hər yerdə olduğu kimi bu ərazilərdə də iqlimə uyğun ağaclara daha çox üstünlük verilir. Bakı və Abşeron yarımadasında iqlimə, yerli şəraitə uyğun badam, əncir, nar, zeytun, ərik, tut, albalı, alça, armud, heyva, idə, püstə və digər ağaclar əkilə bilər. Bakı şəhərinin Abşeron yarımadasının iqliminə baxdıqda yarım səhra iqlim şəraitidir Bakıda, Abşeron yarımadasının eyni zamanda. Ona görə də əsasən Bakı şəhərində illər boyu quraqlığa davamlı, yəni az su tələb edən bitkilər. Əsasən iynəyarpaqlı ağaclar, şam, sərf, tuya, eyni zamanda Bakı şəhərinin isti olmasını, yay aylarında isti olmasını nəzərə alaraq küçələrdə iri yarpaqlı ağacların, çinarın, göyrüşün əkilməsi də məsləhətdir və belə də əkilibdir illər boyu. Mütəxəssislərin sözlərinə görə ağac əkərkən ilk növbədə əkin vaxtı düzgün müəyyənləşdirilməli, proses əsasən yaz və payız mövsümlərində həyata keçirilməlidir. Yaz əkininin torpağın müəyyən qədər qızmasından sonra aparılması məsləhətdir. Sərt iqlim şəraiti olan bölgələrdə isə yaz əkininin aprelin sonu, mayın əvvəllərində, payız əkininin isə oktyabrın axırı, noyabrın əvvəllərində aparılması daha məqsədə uyğundur. Havalar soyuyana qədər əkin işləri başa çatdırılmalıdır. Eyni zamanda il boyu zərərvericilərə qarşı da mütəmadi dərmanlama işləri aparılır. Amerika ağ kəpənəyi bəli birinci nəsli veribdir, ilk tırtıllar nəzərə çarpır. Bizim tərəfimizdən monitorinqlər həyata keçirilir və ilk növbədə onların ilk fərqləri görünərkən həmin yoluxmuş budaqlar yaxşı olar ki, elə vətəndaşın öz tərəfindən, bizim tərəfimizdən kiminsə həyatında rast gəlirsə, kəsilib götürülsün, həmin budaqlar yandırılsın. Ondan sonra da kimyəvi mübarizələr müxtəlif, əsasən Areva pestisidi ilə çilənilməlidir ki, onların artım, yəni inkişafı dayansın. Bundan başqa meyvə tinglərinin əkilməsi üçün 40 sm enində və 40 sm dərinliyində çala qazılmalı, bir-birindən 2-3 metr məsafədə əkilməlidir. Tingin ölçüsü 80-120 sm qədər ola bilər. Bakı və Abşeron yarımadasında ən çox əkilən ağaclardan biri zeytun ağaclarıdır. Elə biz də hal-hazırda zeytun ağaclarının əkilmə prosesində yaxından iştirak edirik. Ümumiyyətlə, meyvə ağaclarının münbit torpaqlarda əkilməsi vacib şərtlərdən biridir. Meyvənin bol olması və ağacın yaxşı inkişaf etməsi üçün ağaclara növbəli şəkildə gübrə verilməlidir. Ağacların ətraf mühitə hansı faydası var? İlk növbədə onlar oksigen mənbəyidir. Biz bilirik ki, ağaclar iri şəhərlərdə yaranan karbon qazını udur və oksigeni, onun əvəzində oksigen buraxır. Bu birinci onun əhəmiyyətdir. Digər bir tərəfdən ağaclar həm də təmizlik mənbəyidir. Yəni ağaclar atmosferdə olan tozları öz üzərinə akkumulyasiya edirlər və onu torpağa ötürürlər. Üçüncü bir tərəfi isə ondan ibarətdir ki, ağaclar temperaturun tənzimlənməsində çox böyük rola malikdirlər. Budama isə ağac əkildikdən 2 il sonra əsasən də payız mövsümündə aparılır. Qış aylarında ağaclarda inkişaf dayandığından onlara heç bir müdaxilə edilmir. Gülnar İlqar qızı, Orxan Ağazadə, Telesəhər.